Mənə Allah mənə həmin gün ölüm versin ki, mən hansısa kişinin əlinə baxım olum. Eləyib mənim üçün bir dənə kişi, o da atam. Başqa kimsə. Heç kim də çıxıb deyə bilməz ki, maşın özümə almışam. Yəni atam pulunu verib, amma sonra qaytarmışam. Hətta deyib, niyə qaytarmışsan? Deyirəm ki, evin kassasında verirəm. Çünki o da baxdı ki, o da min dənə iş görür, öz şəxsi işlər də var. Yəni belə də, hər şeyin öhdəsindən özüm boyun gələ bilirəm. Elə bir insan olmayıb ki, ümumiyyətlə nə ünsiyyətiniz olsun, sənə hədiyyə maddi olub. cəhətdən Dostum da hədiyyə verib. Bu böyük gün də olub. hədiyyələr. Bir ki, ad günümdə də olub. Böyük hədiyyə nəyə deyirsiniz? Maşın məsəl üçün deyək Yox. də. Yox. O qədər böyük yox. Yox. Zinət əşyaları. Yox, heç təklif edən olmuyor. Zinət əşyaları bəs. Olub, hə. Olub. Bəs show biznesdə dəbdə axı mənə Bax, misal üçün maşın aldılar, mənə ev aldılar. Elə bu qiymət qaldırırlar. də o nə düşüncədir elə. Bəlkə də alıblarsa nə yaxşı, mübarək. Almayıblarsa da tək alsınlar. Amma insan özü-özünə alanda daha xoşdur. Dərinliyinə də gedəndə heç kimin heç kimə borcu yoxdur. İndi qələt elədin, sən qadın doğuldun, mən kişi doğuldum, elə bütün problemlərimi mən həll eləməliyəm səni.